Bilirdinizmi ki, dinlədiyiniz bu cücələrin mahnısının yaranmasından təxminən 77 il keçir. Bugün dünyanın ən məşhur uşaq mahnılarından biri hesab olunan Cücələrimin taleyi olduqca maraqlıdır. Mahnının musiqisini bəstəkar Qəmbər Hüseynli, sözlərini isə şair Tofiq Mütəllibov yazıb. Mənbələrdə yaranma ili 1948-1949-cu illər kimi göstərilir. Maraqlısı isə odur ki, mahnı yazıldığı vaxt böyük uğur qazanmayıb. Onun əsl şöhrəti düz 10 il sonra 1959-cu ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti və Ədəbiyyatı dekadasında gəlib. Həmin tədbirdə balaca Suğra Bağırzadə Cücələrimi ifa edir və mahnı böyük alqışla qarşılanır. Bundan sonra Cücələrim qısa müddətdə bütün Sovet İttifaqına, daha sonra isə dünyanın müxtəlif ölkələrinə yayılır. Mahnı 100-dən çox dilə tərcümə olunur. Müxtəlif ölkələrin uşaq xorlarının repertuarına daxil edilir və məşhur Nupaqadi cizgi filminin seriyalarından birində Azərbaycan dilində səslənir. Mahnının şöhrətini göstərən ən maraqlı hadisələrdən biri də Charlie Chaplinlə bağlıdır. Azərbaycan mətbuatında dəfələrlə yer alan məlumata görə 1950-ci illərdə Azərbaycan kino xadimləri Fransada olarkən dünya şöhrətli aktyor Charlie Chaplin onların Azərbaycanlı olduğunu öyrənən kimi pianoda Cücələrin melodiyasını ifa edib və belə deyib: "Demək, siz melodiyanın vətənindən gəlmisiniz? Məndən o bəxtəvər bəstəkara salam getirin." Bugün yaranmasından təxminən 77 il keçməsinə baxmayaraq, Cücələrim dünyanın ən tanınmış Azərbaycan mahnılarından biri olaraq qalır. Sadə bir uşaq nəğməsi kimi yazılan bu əsər illər keçdikcə Azərbaycan musiqisinin dünyadakı ən tanınan simvollarından birinə çevrilib.